Salam dəyərli izləyicilər. Mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bugün sizlərlə belə bir sualın izahına baxacağıq. Choose the correct variant, düzgün variantı seçin. I have bought nöqtələr this year. Mən bu il aldım. A variantına baxaq. Furniture, mebel. Furniture sayıla bilməyən, həmişə təkdə işlənən isimdir və qarşısında artikılı gələ bilməz. Artikılı özündən sonra sayıla bilən tək isim tələb edir. A variantını çıxdıq. B variantına baxsaq, another furniture. Another da artikılı kimi özündən sonra həmişə sayıla bilən tək isim tələb edir. Furniture isə sayıla bilməyən isimdir. B variantını çıxdıq. C variantına baxsaq, a few pieces of furniture. Furniture düzgün formada təkdə işlənmişdir və oflu birləşmənin birinci tərəfinə baxsaq, a few quantifiers, yəni təyin edici, özündən sonra həmişə sayıla bilən cəm isim tələb edir və pieces burada cəmdə işlənən isimdir. Ona görə də C variantı düzgün cavabımız olur. D variantına baxsaq, many özündən sonra sayıla bilən cəm isim tələb edir həmişə, furniture isə sayıla bilməyən isimdir. Y variantında isə much özündən sonra sayıla bilməyən isim tələb edir və burada pieces sayıla bilən cəm isimdir. Düzgün cavab olur C variantı. Dərslərimiz haqqında ətraflı məlumatı almaq üçün 051 766 8691 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, bloq, mix, sertifikasiya və magistr istiqamətindədir. Hansı mövzu haqqında test izahı istəyirsinizsə, rəy bölməsində qeyd etməyi unutmayın.